Fayna xanıma sual verirəm. Bu cavan qızlar hamısı sizi birinci dəfədir görürlər də yaxından, düzdür? Sizin komandanın liderləri, qızıl direktoru, gümüş direktorudur. Və siz bunlara deyin görüm, siz neçə yaşında fabrika qeydiyyata düşmüsünüz? Mən fabrikaya düşmüşəm 69 yaşıma. Pensiya çıxanda, deyirəm, pensiyam balanca o idi. Kiminsə yorğunda şeyini sırıyırdım, kiminsə evlərini yığışdırmışam. Sonra 69 yaşında gezmişəm fabrikaya. Bax, indi də Allah qoysa, Allah eləsə, dekabr ayında, ayın 22-sində təbrik eləyəsiniz məni. Mənim 86 yaşım tamam olacaq. Mən fabrika gələndən Fayna xanımın 86 yaşı olmadı. Maşallah olsun. Biz hər il Fayna xanımın ad günündə yığışırıq Fayna xanımın ofisinə, onu təbrik edirik. Bizə öyrəşmişik. Niyə ofisində? Niyə ofisində? Belə qəşəng yer üstündə oturanda. Yox, biz gedirik, ofisinə təbrik edirik. Amma həmişə Fayna xanım bizi aparır restorana, orada bizə qonaqlıq verir. O heç. Gözləyirəm sizi. Allah az qalır. Hamınıza. 90 yaşa nə qalıb qızlar? Yox, mən indi sizə bir daha söz deyim. Mən elə belə soruşmadım ha. Mən elə belə soruşmadım Fayna xanım, siz neçə yaşında qeydiyyata düşmüsünüz? Amin. Mən ona görə soruşdum ki, siz